Beynəlxalq zülmkarlara unudulmaz dərs veriləcək. Qafqaz Info xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Larijani sosial şəbəkə hesabında yazıb. O, İsrail və ABŞ-ını sərt tənqid edib. Siyonist cinayətkarların və həyasız Amerikalıların hərəkətlərindən təəssüflənirik. Cəsur əskərlər və böyük İran milləti beynəlxalq zülmkarlara unudulmaz bir dərs verəcək. Qeyd edək ki, paylaşım İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin öldürülməsi iddiaları fonunda edilib. Xatırladaq ki, bir neçə gün əvvəl The New York Times yazmışdı ki, İranın ali rəhbəri Ayətullah Əli Xameneyi ABŞ-la hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün pozuntu halında fövqəladə hallar planının hazırlanması barədə göstəriş verib. Yanvarın əvvəlində İranın etirazları və ABŞ-ın zərbə təhlükəsi ilə üzləşdiyi bir vaxtda ali rəhbər ölkəyə rəhbərlik etmək üçün müttəfiqi Əli Larijaniyə müraciət edib. Niyyətinin qeyd etdiyi kimi, o vaxtdan İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri 67 yaşlı Larijani faktiki olaraq İranı idarə edir. Nəşrin yazdığına görə Xamenei şəxsən təyin etdiyi hərbi komandanlıq və hökumət vəzifələrinin hər biri üçün 4 varislik səviyyəsini müəyyən edən bir sıra direktivlər verib. O, bütün rəhbər vəzifələrdə olanlara 4 nəfərə qədər varis təyin etməyi tapşırdı və onunla əlaqənin kəsilməsi və ya ölümü halında qərar qəbul etmək üçün məsuliyyətləri etibarlı şəxslərin kiçik bir dairəsinə həvalə etdi.